Bize çox həyəcan və qorxu içində yazılmış bir sual. Doktor, analiz vermişik, bu infeksiyalar çıxıb, deməli 1, 2, 3 pozitiv infeksiya çıxıb və müalicə də alınıb, amma hələ təkrar müayinə olunmayıb. Bu infeksiyaların uşağa hər hansı bir zərəri olarmı? Və sual da verilir ki, məsələn, bu infeksiyaların pozitiv çıxdığı göndərildiyi bu pasiyentə sizi nə narahat edir ümumiyyətlə? Yəni hamiləlik dövründə yoxlanıb, pasiyent cavab verir ki, heç bir narahatlığım yoxdur. Yəni nə axıntı şikayətim yoxdur, nə qaşınma, nə sidiyə gedərkən yandırma, göynəmə, heç bir əlamətim yoxdur. Sadəcə olaraq bu infeksiyalar yoxlanıb pozitiv çıxıb və bizi qorxudublar. Hörmətli xanımlar, çox sıx və lazımsız yerə yoxlanılan bu analizlər, mikoplazma, ureoplazma, Gardnerella vaginalis, bunlar qeyd edim ki, əksəriyyəti normalda da qadın cinsiyyət orqanlarında yaşayan infeksiyalardır. Bunlar cinsi yolla keçən infeksiyalar deyil. Və boş-boşuna bir hamilədə şikayət olmadığı hallarda bu analizlər təyin olunmaz. Yox, əgər şikayət varsa, axıntıdan, qaşınmadan, sidiyə gedərkən yandırma və göynəmədən, o zaman bunların sadəcə olaraq PCR analizi deyil, PCR kəmiyyət analizi bizim üçün önəmlidir. Kəmiyyət nədir? Yəni bunların titrinə baxılır. Titrində artma varmı, yoxmu? Bunu bilmək bizim üçün önəmlidir. Çünki zaten normalda da Gardnerella vaginalis qadın cinsiyyət orqanlarında var. Əgər titri artıbsa və şikayət verirsə qadına, o zaman biz onu müalicə edirik. Yoxsa boş-boşuna rutin olaraq bu analizlər hamilələrdən götürülməməlidir və hamilələr də boş-boşuna müalicələrə getməməlidir və qorxudulmamalıdır. Çox qorxurlar, uşağa zərər olacaq, uşaq inkişafdan qalacaq və s. Amma halbuki bunların hamısı əsassızdır. Bunlar lazımsız və nədənsə bugün çox sıx verilən müayinələr sırasındadır.